Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə bükərkən qırılmayan, çatlamayan, çox rahatlıqla hazırlaya biləcəyiniz ləzzətli almalı rulet resepti paylaşacağam. Əvvəlcə içliyini hazırlayaq. Bunun üçün 4 orta boy almanın qabığını təmizləyirəm. Gördüyünüz kimi bir qədər iri almalardan istifadə etdim. Xırda olsa miqdarını artıra bilərsiniz. Və sürkəzin iri gözünə almaları keçirdirəm. Tumunu çıxarmadan hər tərəfini sürkəzdən keçirdim və bu şəkildə rahatlıqla tumu da çıxdı. Hazır olan rəndələnmiş almanı iri bir tavaya əlavə edib hələlik kənara qoydum. Təxminən 50 qram qoz ləpəsini xırda-xırda doğrayıram. Tavanı ocağa yerləşdirib üzərinə 1 stəkan şəkər tozu əlavə etdim və almaların suyu çıxana qədər hələlik qarışdıraraq içliyi bişirəcəm. Tez bir zamanda suyunu buraxır, həcmi isə get-gedə azalır. Üzərinə əvvəlcədən doğradığım qoz ləpəsini də əlavə edib qarışdırdım. İçliyi bişənə yaxın üzərinə 1 çay qaşığının yarısı qədər darçın əlavə edərək təkrar qarışdırdım. Darçını çox sevirsinizsə, qoxusunun çox gəlməsini istəyirsinizsə 1 çay qaşığı da əlavə edə bilərsiniz. Və gördüyünüz kimi suyu tamamilə qurudu, içlik hazırdır. Yağlı kağız sərdiyim soba lisinə içliyin hamısını əlavə edib sobanın ölçüsünə görə yayıram. Hər tərəfdən təxminən 1 sm qədər boşluq qoydum. Tam olaraq düzbucaqlı formasına gətirib kənarlarını səliqə ilə düzəldib hələlik kənara qoyub xəmirini hazırlayacağam. Xəmiri üçün çırpma qabına 3 yumurta əlavə edib mikserin ən yüksək dərəcəsində qarışdırıram. Üzərinə yavaş-yavaş 1 stəkan şəkəri əlavə edərək mikserin yüksək dərəcəsində qarışdırmağa davam etdim. Şəkər tozu yumurtanın içində tamamilə həll olmalıdır, rəngi də ağarmalı, həcmi artmalıdır. Təxminən 5-6 dəqiqə ərzində qarışdırdım və belə bir qatılıqda kütlə əldə etdim. Üzərinə yarım stəkan süd, 1 paket vanil əlavə edib təkrardan qarışdırıram. İndi isə quru ərzaqları ələkdən keçirəcəm. Ələyə 1 stəkan yarım un əlavə etdim. Üzərinə 1 paket qabartma tozu əlavə edərək ələkdən keçirdim. Mən bir dəfəlik ələkdən keçirərək spatula ilə qarışdırdım. Diqqət etmək lazımdır ki, xəmirin içində qətiyyən un topaqları qalmasın və bu şəkildə axıntılı bir xəmir əldə etdim. Əvvəlcədən hazırlayıb kənara qoyduğum içliyin üzərinə xəmirin hamısını boşaltdım. Tən ortasına boşaltdım, özü onsuz da ətrafına yayılacaq və spatula ilə kənarlarını düzəltdim. Çalışıram ki, içlikdən kənara çox xəmirdən çıxmasın və əvvəlcədən qızdırdığım 170 dərəcəli sobada alt-üst rejimdə üzəri qızarana qədər bişirdim. Bişməsini çöp ilə də yoxlaya bilərsiniz. Sobadan çıxarıb yağlı kağızla bərabər dəzgaha aldım və üzərinə də yağlı kağız yerləşdirib isti-isti gördüyünüz şəkildə çevirdim. Bu prosesin hamısını isti-isti etmək lazımdır ki, sonradan ruletiniz qırılmasın. Və isti-isti biskviti uzununa doğru rulet formasına bükürəm. Bitiş hissəsinin daha yaxşı birləşməsi üçün həmin hissəni maylı şəkildə kəsib çıxardım. Bu şəkildə etdiyinizdə bitiş hissəsi tam görünür. Soyması üçün elə yağlı kağızda büküb dəzgahın üzərində 15-20 dəqiqə ərzində gözlətdim. Gördüyünüz kimi qətiyyən çatlama, qırılma olmayıb və yağlı kağıza bükürəm. Dəzgahın üzərində 15 dəqiqə ərzində soyudub, daha sonra kənar hissələrini kəsib servis edəcəm. Və bitiş hissəsini də sizə göstərim. Gördüyünüz kimi bu şəkildə etdikdə hazırladığımız rulet tam şəkildə olur. Hər tərəfindən 4-5 sm kəsib çıxardım ki, ruletimiz daha gözəl görünsün. Yəni bunu siz etməyə də bilərsiniz. Yumuşaqlığını da sizə göstərim, olduqca yumuşaqdır. Artıq dilimləyərək servis etməyin vaxtıdır. Dəyərli izləyicilər, videonu bura qədər izlərsəniz, kiçik də olsa rəylər bölməsində rəy yazaraq kanala dəstək ola bilərsiniz. Həmçinin videonu bəyənib, sizə hazırlamasını istədiyiniz insanlarla paylaşıb, kanalıma abunə deyilsinizsə, abunə olaraq qoyduğum videolardan dərhal xəbərdar ola bilərsiniz. Sizin kanalıma dəstəyiniz mənim üçün çox önəmlidir. Ruletimi isə təxminən 2 sm qalınlığında dilimlədim və gördüyünüz kimi çox dadlı, standart, çox gözəl görünür. Əminəm ki, siz də hazırlansanız, sizdə də bu şəkildə alınacaq. Bu ruleti yeyən hər kəs çox bəyənib. Əgər almalı şirniyyatları sevirsinizsə, mütləq hazırlamağınızı tövsiyə edirəm.
Bu qədər dəyərli izləyicilər, ümid edirəm video sizlər üçün faydalı oldu. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah gələcək videolarımda da təkrar görüşərik. Sağ olun, Allaha əmanət olun.